Göstər baba burada. O qırışları görsən necədir hamısı. Bunlar hamısı. Burada dəri xərçəngi olan bir xəstədir. Atılış beşik 65 yaşım var da. Evet. Deməli, bu gün təqdim edəcəyimiz xəstə çox, belə deyək, ağır reanimasiya tələb eləyən bir xəstə idi. İlk öncə onu deyək ki, bu xəstənin özündə zəhmət olmasa bax buraları göstər, bu görsün. Dərisində dəri xərçəngi var bu xəstədə uzun müddətdir. Bunlar iri. Uzun müddətdir bu xəstə. Eyni zamanda ağciyərlərdə hər ikisində atelektaz, maye yığılması, eyni zamanda deməli pnevmoniyası olan bir xəstə, ürək səricə aritmiya, FS-i 15, bütün göstəricilər hamısı, yəni iltihaba aid olan qan tahlilləri, yəni CRP-si, prokalsitonin hamısı yüksəklərdə olan, kreatinini yüksək olan bir ağır xəstəni əməliyyat eləmişik. Əməliyyatda burada nə idi problem? Uşaqlıqda endometrit, yəni uşaqlığın içi tamamən irinlə dolmuşdu. Xəstəni septiki vəziyyətə salan məhz həmin o uşaqlığın içərisində olan belə deyək, irin idi. Biz çox tərəddüd elədik ki, bu xəstəni necə əməliyyata alaq? Burada söhbət təcili vəziyyətdən gedirdi. Çünki xəstəni sepsisə salan səbəb aradan götürülməli idi. Amma bunun üçün də xəstəyə narkoz verilməli. Xəstəyə narkoz verilməlidir ki, cərrah bu xəstəni əməliyyat eləbilsin. O da bizim belə deyək, anestezioloqlarımız tərəfindən çox yüksək peşəkarlıqla bu işə yanaşıldı, taktika seçildi, xəstə spinal anesteziya altında xəstə hazırlandıqdan sonra götürüldü əməliyyata və bu gün də əməliyyatımızın post-op 3-cü günüdür. Şüurla hər hansı bir problemimiz yoxdur. Düzdür, oksigen dəstəyi iləndir, amma belə deyək də, xəstə hələ əməliyyatdan əvvəl xəstənin saturasiyası, əməliyyatdan hələ əvvəl xəstənin saturasiyası hələ oksigensiz bura 60 ilə gəlmişdi bu xəstə. Nəysə, bunların hamısını qoyuruq bir kənara. Bu videonu çəkməkdə mən həmişə deyirəm, məqsəd o deyil ki, biz burada dəhşətli dərəcədə bir şey eləmişik, bizə gəlsinlər, tac qoysunlar, medal versinlər. Yox. Bu xəstə konkret olaraq da, yəni xəstəxanaya gələndə ağır bir vəziyyət.